Rüfəti bir daha təbrik edirəm. Artıq sayını itirmişik Rüfətin belə tədbirləri çox olur. Bildiyimiz kimi belə tədbirlər kiçik və orta sahibkarlığın inkişafı üçün həqiqətən çox önəmli tədbirlərdir. Burada görürük yüzlərlə sahibkarlar var. Bir-birlərini tanıyırlar, bir-birlərindən ətraflı biznes məsləhətləri, biznes söhbətləri eləyirlər və biznesin inkişafında təbii ki, bu məsələlər çox önəmlidir. Bir daha Rüfəti təbrik edirəm, belə tədbirlərin davamlı olmağını arzu edirəm. Biz də bu tədbirdə həm Hanoğlu Baklava Lokum, həm də qanun mühasibatlığı olaraq təbii ki, hər zamanki kimi iştirak edirik. Hər zaman biz Rüfətin yanındayıq, bütün tədbirlərində çalışmışıq yanında olaq, indi də yanındayıq. Belə qısa məlumat da verim, biz qanun mühasibatlığı olaraq şirkətlərə maliyyə mühasibatlığı xidməti göstəririk. Bizim 100-ün üzərində müştərimiz var, 30 nəfərə yaxın əməkdaşımız var və 500 kvadrat üzərində də böyük bir ofisimiz var. Şirkətlərə hər növ maliyyə mühasibatlığı xidmətləri göstərə bilirik. Hanoğlu Baklava Lokum olaraq da şəhərdə 2 yerdə yerimiz var. Həm Dədə Qorqud Parkın yanında Gənclikdə, həm də Nizamidə Şirvanşah Muzeyi restoranın yanında yerimiz var. Premium türk baklavaları, türk şirniyyatlarının istehsalı və satışı ilə məşğuluq. Həmçinin təbii ki, premium qablaşmalarda premium hədiyyələri müştərilərimizə təqdim edirik. Bir daha həm motivatora, həm də motivatorun rəhbəri Rüfət bəyə də bu çəkilişlər üçün xüsusi təşəkkür edirik. Çox sağ olun.